Təbii ki, siz həkim nəzarətində olmalısınız da. Yəni biz birbaşa sizə deyə bilmərik ki, gedin bunu eləyin. Amma müəyyən bir təzyiqiniz elə çox oynamırsa, bunları Bir var ki, yoxlaya hipertonik bilərsiniz. xəstələri. Hipertonik, biraz o Bir də var ki, məsələn, dərin insan müalicə duran keçməlidir. yerdə təzyiqi qalxıb. Düzdür? Məsələn, yoxladı duran yerdə, işdə bir görürsüz təzyiqi qalxdı. Nə etmək lazımdır? Sağ burun dəliyini tutursuz. Təzyiq yüksək olduqda sağ burun dəliyini tutur. Sol burun dəliyindən dərindən nəfəsi alır. Dərindən nəfəsi verir. Dərindən nəfəsi alır, dərindən nəfəsi verir. Əgər təzyiq yüksəkdirsə, nəfəs aldıqda qarnı yavaşca önə doğru şişirdir, nəfəsi verdikdə qarnı içəriyə doğru çəkir. Və yenə təkrar deyirəm, təzyiqi yüksəkdirsə, 3 dəqiqə ərzində, 5 dəqiqə ərzində bunu yerinə yetirsə rahat, uzanıqlı şəkildə də eləyə bilər, oturaq şəkildə də eləyə bilər. Sadəcə onurğa sütununu düz şəkildə tutmaq lazımdır.